Atabəylər dövləti haqqında danışanda bizim ağlımıza gələn bir dövlət də Xarəzmşahlardır. Onların Atabəylərlə bildiyimiz kimi çox böyük qarşıdurması olmuşdu. Ancaq iki dövlət arasında diplomatik münasibətlər nə zaman yaranmışdı? Bu 1162-ci ildə yaranmışdı. Belə ki, Xarəzmşah İlaslan bütün Mərkəzi Asiyanı birləşdirdikdən sonra Xorasana iddia eləyirdi və 1162-ci ildə Dehistanı tutmuşdu. Bu zaman artıq Atabəylər Xorasan üzərinə böyük iddialar irəli sürmüşdülər və aralarında bir məhdublaşma da baş verdi. Ancaq İlaslanın bu məhdublar dayandırmadı və 1164-cü ildə yenidən hücumları davam elətdirdi və Nişapur şəhəri uğrunda mübarizəyə başladı. Onun başını qatan Qarakitayların şərqdən Xarəzmşahlar üzərinə hücumu oldu. Onlarla mübarizəni yekunlaşdıran Xarəzmşah İlaslan yenidən 1167-ci ildə Xorasan üzərinə hücuma başladı. Atabəy Şəmsəddin Eldəniz görəndə ki, Xorasandakı vəziyyət doğrudan da ciddiləşməyə başlayır, Arslanşah, Sultan Arslanşahla bir yerdə ora hərəkət etdi və həmin il Bistam döyüşündə iki nəfər üz-üzə gəldi və döyüşdə heç kəs qələbə çalmasa da necə oldusa İlaslan manevr edib Nişapur şəhərini tutdu və oranın hökmdarı olan Oğuz Türkmən hökmdarı Aybəki dalınla da o biri Türkmən hökmdarı Ayabanı qovdu. Nişapurun tutulması Xorasanın İlaslanın əlinə keçməsinə təhlükə yaratdı və eyni zamanda Rey hakimi Əmrinaz ona qoşulmuşdu. Şəmsəddin Eldəniz döyüşdə onlara qalib gələ bilməsə də diplomatik cəhətdən onlara qalib gəldi. Belə ki, onun əmri ilə agentlərdən biri həmin bu Əmrinancı öldürdü və müttəfiqlər arasına rəxnə düşdü. Belə bir vəziyyətdə İlaslan müharibəni yarımçıq qoydu və yenidən Mərkəzi Asiyaya qayıtdı.